Bu gün çox sadə, amma bir o qədər ləzzətli kartof kotleti hazırladım. Hazırlamışkən sizinlə də bölüşürəm. 1 kiloqram kartofun qabığını təmizləyib bol suda qaynatdıqdan sonra yoxlayırıq. Əgər kartof yaxşı bişibsə, suyunu tam süzüb püre hazırlayırıq. Çalışın kartofun suyu tam süzüldükdən sonra püreni hazırlayasınız. O zaman həm kotlet dadlı olar, həm də dağılmaz. Üzərinə zövqə görə duz, qara istot əlavə edib içərisinə topaq qalmayana qədər əzirik. İstədiyiniz növ ədviyyatlardan əlavə edə bilərsiniz. Püre hazır olduqdan sonra kənarda 2 ədəd yumurtanın üzərinə azca duz əlavə edib çəngələ yaxşı qarışdırırıq. Yumurta yaxşı açıldıqdan sonra kotleti qızardacağım tavaya duru yağ əlavə edirəm. Yağ isinənə qədər biz də kotleti hazırlayaq. Əgər kotletin hazırlayan zaman əlinizə yapışmamasını istəyirsinizsə, siz də əlinizdə azca duru yağdan istifadə edə bilərsiniz. İstədiyiniz böyüklükdə, istədiyiniz formada kotletlər hazırlaya bilərsiniz. Sizə məsləhətim, əgər kotleti hazırladıqdan dərhal sonra qızardırsınızsa yumurtaya bulayın. Yox, əgər hər hansı bir səth üzərində saxlayacaqsınızsa yumurtaya bulamayın, o zaman kotlet formasını itirə bilər. Mən hazırladıqdan sonra yumurtaya bulayıb tavaya yerləşdirirəm. Siz zövqə görə kotletə şüyüd də əlavə edə bilərsiniz. Eyni qayda ilə bütün kotletləri hazırlayıb qızardırıq. Dəyərli izləyicilərim, əgər videonu bura qədər izləmisinizsə, sizlərdən xahişim videonu bəyənib, fikirlərinizi şərh bölümündə bizimlə qeyd etmək və kanala abunə olmağınızdır. Yumurtaya da buladıqdan sonra əgər forması azca itərsə, yenə də kotletlərə düzgün forma verib isinən tavaya yığıram. Orta odda bir üzünün qızarmasını gözləyirəm. Kotletin bir üzü qızardıqdan sonra digər üzünü çeviririk. Kotlet bişdikdən sonra tavadan alıb dərhal salfet üzərində bir neçə dəqiqə gözlətdim. Ardından isti-isti süfrəyə vermək olar. Mən adətən yanında sarımsaq qatıq və ya ketçupla süfrəyə verirəm. O qədər dadlı, o qədər ləzzətlidir ki, uşaqlar da bəhbəhlə nuş etdi. Əgər siz də nə bişirim deyirsinizsə, tez zamanda evdə olan cəmi kərzaqdan istifadə edərək belə ləzzətli kotleti könül rahatlığı ilə hazırlaya bilərsiniz. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.